Dizel yanacağının qiyməti artdı. Xərclərin artımına səbəb olacaq. Nə varsa hamısı qalxacaq. Bu artım daşıyıcı şirkətlərə hər hansı bir mənfi təsiri olacaqmı? Bu artım kağız üzərində sadə rəqəm kimi görünsə də, əslində ictimai nəqliyyat sistemi üçün ciddi məsələdir. Bakı şəhəri və ətraf qəsəbələrdə hal-hazırda fəaliyyət göstərən avtobusların yarısı demək olar ki, dizel mühərrikli avtobuslardır. Daşımaların maya dəyərinə bunun təsiri qaçılmazdır. Çünki orada 10 qəpik artımdan söhbət gedir. Ola bilsin ehtiyat hissələrində qiyməti biraz qalxacaq. Mən məsəl üçün 4 avtobus dəyişirəm. Gündə 2 manat mən yol pulu verirəm də. O da ki, mən 400 manat maaş alıram. Onun gör nə qədərsə yola gedir, amma bu qane eləmir də. Sizcə avtobuslarda da qiymət artımı ola bilər? Yəqin ki, olar, çünki yəni bunların artımı ilə demək olar, avtobusa da təsir edir gediş haqqına. Tələbə olduğum üçün də yəni stipendiyada adi stipendiya 110 manatdır. Bu da yol puluna heç çatmır. Ailəmdən yardım alıram yəni. Tələbələrə endirim olsa daha yaxşı olar. Tələbə kartımızla bəzi mağazalarda olur, amma nəqliyyatda hələ ki görməmişik. Bu da müəyyən çətinliklər yaradacaq. Nəticədə xətlərdə avtobus sayının azalması və keyfiyyətin aşağı düşməsi ilə nəticələnə bilər. 2025-ci ildə bu mövzuda bir neçə qərar qəbul olundu. Birincisi, Bakıda, Sumqayıtda, Gəncədə, Xankəndidə, Naxçıvan şəhərində və Ağdam, Şuşa, Laçın rayonlarında ictimai nəqliyyatın subsidiyalaşdırılması mexanizmi təsis olundu və bu ilin yanvarında artıq qüvvəyə minib. Amma şərtlər çox sərtdir. Şəhərdaxili daşımalarda yalnız CNC və yaxud da elektrik mühərrikli avtobuslar işləyə bilərlər. Yəni CNC yanacaq və elektrik mühərrikli avtobuslar. Bir də Gəncədə 2025-ci ilin yanvarın 1-dən sonra istehsal olunan dizel mühərrikli avtobuslara da icazə verilir. Daşıyıcı şirkətlərə subsidiyalar verilərsə, bu parkların yenilənməsinə və keyfiyyətin yüksəldilməsinə nail ola bilərik. Hazırda avtobus parkında nəqliyyat vasitələrinin 49,4% CNC, 24,3% elektrik, 26,3% isə dizel avtobuslarından ibarətdir. Dizel yanacağının qiymətində baş verən artım şirkətin daxili xərclərinə müəyyən qədər təsir göstərsə də, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinə heç bir təsir göstərməyəcəkdir. Düzdür, pensioner babayam, ancaq ki, bağa gedib gələndə 3 manat 80 qəpik xərcləyirəm. Bundan sonra da olacaq yəqin ki, 4 manat neçə qəpik. Banklarla və s. imkanlar yaradılsın ki, yeni avtobuslar əldə eləsinlər ki, bu heç vaxtı ictimaiyyətin üzərinə yönləndirilməsin. Məsələ təkcə biznes problemi deyil. Bu ictimai nəqliyyatın gələcəyi, minlərlə sürücünün işi, sərnişinlərin təhlükəsizliyi deməkdir. Hər halda bu sahədə kompleks tədbirlər yəqin ki atılacaq.